Növbəti 32-ci mövzumuz rejiminə görə çayların bölgüsüdür. Görə çaylar rejiminə görə neçə yerə bölünür? Yəni rejimi dedikdə çayların bolsulluq dövrü nə zaman olur? Bolsulluq dövrünə görə çaylar bir neçə kateqoriyaya bölünür. Bu da ki, bolsulluq dövrünü əsasən onların qidasını təşkil edir. Yəni çay nə ilə qidalanırsa ona uyğun rejim müəyyən olunur. Məsəl üçün çay var ki, il boyu bolsul olan çaylar var ki, bu il boyu bolsul olan çaylar həmin ərazidə il boyu isti və rütubətli hava şəraiti var ki, ona görə dərələrindən il boyu belə deyək ki, su axır, çaylar bolsul olur həmişə. Səviyyə tərəddüdü olmur, yəni səviyyə azalıb artmır ki, bu da əsasən ekvatorial ərazidən axan çaylardır. Bir də ki, Avropada mülayim dəniz iqlim tipi ilə qidalanan çaylardır. Məsəl üçün, bayaqda video izahda dedim bunu sizə. Amazon çayı, Kongo çayıdır, İndoneziyada olan çaylardır. Bir də Avropada Reyndir, Senadır, Temzadır, Elbadır, odur çaylardır ki, bunlar hamısı il boyu bolsul olan çaylardır. Sonra burada gördüyünüz kimi çayın səviyyəsini veribdir. Buna fikir vermək lazımdır. Bu səviyyəyə fikir vermək lazımdır və bu da aylardır. Gördüyümüz kimi çayın səviyyəsi aylar üzrə kəskin şəkildə dəyişmir, il boyu bərabər axır. Sonra var yayda bolsul olan çaylar. Yayda bolsul olan çaylar bayaq izah eləmişdim. Ya muson yağışı ilə qidalanmalıdır, ya subekvatorial enliklərdə yerləşməlidir, ya da buzlaqlarla qidalanmalıdır. Bu zaman onların çaylarının rejimi gördüyünüz kimi yay aylarında suyun səviyyəsi qalxıb yuxarıya. Bu sxemə əsasən müəyyən eləyirik bunu. Burada hansı ki buzlaqlarla qidalanan çayların adları var. Məsəl üçün Mərkəzi Asiyanın yüksək dağlıq zonasında Amudərya, Sırdərya çayının adını çəkə bilərik. Bir də Böyük Qafqazın çaylarından Samurçay, Qusarçay, Qudyalçay, Dəmirapparançay və Naxçıvanda da Gilan çayın adını çəkə bilərik. Muson yağışları ilə qidalanan çaylar çoxdur. Hinddir, Qanddır, Brahmaturadır, İravadır, Salyondur, Mekong, Yansısı, Xuanxe, Amur çaylardır. Subekvatorial enlikdə yerləşən çaylardan Nigerdir, Senegal'da Nil'in özüdür. Sonra Orinoco çayı var, Parana, Zambezi və s. çayların adını çəkə bilərik. Sonra növbəti gəldi yazda bolsul olan çaylar. Bu çaylar əsasən yaz aylarında qar suları və yağış suları ilə qidalanan çaylar ki, məsəl üçün Avropa çaylarının əksəriyyəti demək olar ki, hansı ki Şərqi Avropa çayları Dniepr'dir, Dunay'dır, Dondur, sonra Volka'dır. Bundan əlavə Ob'dur, Lena'dır, ABŞ-da Mississippi'dir. Sonra Kürün özüdür, Dəclədir, Fəraddır, Dunaydır ki, bu çaylar demək olar ki, yaz aylarında bolsulu olur və gördüyünüz kimi burada yaz aylarında qalxma var, hansı ki 3-cü, 4-cü, 5-ci aylarda suyun səviyyəsi qalxıb yuxarıya. Qışda bolsul olan çaylar var ki, qışda bolsul olan çay deyəndə ağlımıza ilk öncə Aralıq dəniz iqlim tipi gəlsin ki, hansı ki Aralıq dəniz iqlim tipində yerləşən çaylar, belə deyək ki, o ərazidə yağıntılar əsasən qış aylarında yağırdı, qış yayları isə quraq olurdu. Məsəl üçün, o ərazidən axan çaylardan Avropada Po çayının, Taxo, Rona çaylarının adını çəkə bilərik. Azərbaycanda isə qışda bolsul olan çaylardan Lənkəran zonasının çayıdır. Astara çay, Lənkəran çay, Viləş çayın adını çəkə bilərik. Gördüyünüz kimi burada da çayın səviyyəsi qış aylarında qalxıb, yay aylarında isə tamamilə aşağıya doğru gördüyünüz kimi enibdir. Burada dünyanın ən bolsulu çayı Amazon, dünyanın ən uzun çayı Nil, ən çikli çayı Starium İndoneziyada, bir də Yamuna Hindistanda yerləşir. Və bu sxemə əsasən bu çayların hər birisinin yerinə baxmaq lazımdır. Mütləq şəkildə. Bir gəlin mən bunu sizə çəkə-çəkə göstərim. Bunu əslində biz materiklərin daxili sularını öyrənəndə keçəcəyik, amma yenə də bir baxaq. Hansı ki Avropa çaylarından ən məşhur çaylardan biz deyək Böyük Britaniya ərazisində Temza çayının adını çəkə bilərik. Buna fikir vermək lazımdır ki, bu çay hara tökülür? Əlbəttə ki, La Manche boğazına tökülür. Sonra Avropada
Harona çayı var, Loara, Siena, Reyn çayları var ki, yine Harona Biskay körfəzinə, Loara Biskay körfəzinə, Siena Lamaş boğazına, Reyn'di, Elba'dı, bu ikisi Şimal dənizinə, Odra, Visla isə Baltik dənizinə, Neman, Daguaya, bunlar da Baltik dənizinə tökülən çaylardır. Sonra Atlantik okeanına tökülən çaylardan biz burada Dora, Tajo ve Guadalquivir İspanya yarımadasında yerləşən çayların, daha doğrusu Piriney yarımadasında yerləşən çayların adını çəkəcəyik. Lion körfəzinə Rona çayı var ki tökülür. Sonra Adriatik dənizinə Po çayı var tökülür. Sonra Qara dənizinə tökülən çaylardan ən uzun Dunay çayının adını çəkə bilərik. Dniestr'dir, Dniepr'dir. Bu üçü Qara dənizinə tökülür, amma Don çayı isə Azov dənizinə tökülür və bir də Xəzər dənizinə tökülən Volqa çayının adını çəkəcəyik. Ağ dənizə tökülən çaylardan hansı ki Şimal Buzlu Okeana aid olan Ağ dənizə tökülən çaylardan Onega'dır, Şimali Divinadır və Mezin çayının adını çəkə bilərik. Sonra keçdik digər çaylara, Asiyanın çaylarına baxacağıq. Asiyanın çaylarından yenə qeyd edirik bunu. Birinci Şimali Avropanın, daha doğrusu Şimali Asiyanın çaylarını deyəcəm ki, ən uzun çaylarından Ob çayının adını çəkəcəyik. Obun qolları Işım, Irtış, Tobol çaylardır. Bunu yadda saxlayırıq. Deməli, Ob çayının mənbəyi 2 dənə çay. Bax, burada gördüyümüz Biya və Katum çayları. Bunu yadınızda saxlayın. 2 dənə çay, Biya və Katum çayları birləşir. Işım, Irtış və Tobol çaylarını, belə deyək ki, qollarını yaradır. Əsasən də Işım, Irtış çaylarını yaradan Biya, Katumdur və bu 2 çay birləşir, nəhayət Ob çayını yaradır ki, bu da gördüyünüz kimi Karadənizə tökülür. Sonra Yenisey çayı var ki, Yenisey çayının ən böyük qolu Ankara çayıdır burada. Ankara çayı Baykal gölündən başlayır. Bunu da yadda saxlayın. Karadənizinə tökülür. Deməli, Ob Yenisey Karadənizinə tökülür. Ob başlayır Biya Katumdan. Yenisey çayın isə başlanğıcı Ankara qoludur. Ankara da Baykaldan başlayır. Sonra Lena çayı var ki, Lena lap devlərə tökülür. Yana, İndiqarka, Koloma çayları Şərqi Sibirə tökülən çaylardır. Sonra gəldi hansı ki Şərqi Asiya regionunun çaylarına, bu isə Amur çayı daha doğrusu Çinlə Rusiya arasında sərhəddə yerləşən çaydır. Bu da tökülür Oxot dənizinə. Xuanxe çayı var, Sarı dənizinə, Çin ərazisinə tökülür. Yansızı çayı var, Şərqi Çin dənizinə tökülür. Bu çaylar haqqında materiklərin daxili sularını keçəndə daha ətraflı məlumat verəcəyim. Sonra burada Mekong çayı var, Cənubi Çin dənizinə tökülür. Sonra Salluin, İravadi çayları var ki, burada gördüyümüz Andamana tökülür. Qanq və Brahmatura Bengal körfəzinə tökülür. Məks Bengal körfəzinin duzluğunu azaldır. Hind çayı Ərəbistana tökülür gördüyümüz kimi. Bu Cənubi Asiyanın çaylarıdır. Gəldi Cənub-Qərbi Asiyanın çaylarının ən bol olan Türkiyənin Anadolu yaylasından başlayan Dəclə Fərat çaylarıdır. Dəclə Fərat çayları da tökülür İran körfəzinə. Və bu Dəclə Fərat çayları İran körfəzinə tökülmədən öncə birləşir bir çay yaradır ki, bu çayın adı Şət Əl-Ərəbiyyə çayı adlanır. Bir də deyirəm, Şət Əl-Ərəbiyyə. Sonra gəldik Mərkəzi Asiyada Amudərya, Sırdərya çayları var ki, hündürlüyün çox hündür dağlarda, belə deyək ki, mənbəyini çox hündür dağlardan götürür. Pamir və Tianşan dağlarından. Hər ikisi də Aral dənizinə tökülür. Ural isə Qazaxstana, Emba, Uraldır. Qazaxstana məxsus olan çaylardır. Bunlar da bu ərazidən Xəzər dənizinə tökülən çaylar hesab olunur. Afrikanın çayına gəldikdə isə Afrikanın ən bol sulu çayı Kongo çayıdır. Tökülür Atlantik okeanına gördüyünüz kimi buradan Kongo çayı Şərqi Avstraliya yaylasından götürür. Nil çayı şimaldan, daha doğrusu cənubdan şimala doğru axır. Qollara Ağ Nil, Mavi Nil, Viktoriya gölündən başlanğıcını götürür. Aralıq dənizinə tökülür. Kongo çayı isə şərqdən qərbə doğru Atlantik okeanına tökülür. Sonra üçüncü çayı Niger çayıdır ki, o da qərbdən şərqə doğru Gvineya körfəzinə tökülür. Qərbə axıb tökülən Atlantik okeanına Senegal çayının adını çəkəcəyik.
Volta çayı var ki, bu Gvineya körfəzinə tökülür. Şari çayı var ki, bax burada Çad gölünə tökülür. Zambezi çayı var ki, Mozambik boğazına tökülür. Bax burada. Bir də Limpopo çayı var ki, o da Hind okeanına tökülür. Limpopo çayının xüsusiyyəti Cənub tropik xəttini həmin çayı 2 dəfə kəsməsi. Konqonun isə əsas xüsusiyyətlərindən biri il boyu bol sulu olması və ekvator xəttinin onu 2 dəfə kəsib keçməsidir. Növbəti Avstraliyanın çaylarına baxaq. Avstraliyanın belə deyək ki, ən bol sulu çayı 2 dənədir. Darling və Murray çaylarıdır ki, o da gördüyünüz kimi Hind okeanı ərazisinə tökülür. Bir də əsas quruyan çayları var ki, bunlara Cooper Creek deyirik ki, ən uzun çaylarından. Bir də Dayamarina çayını adını çəkə bilərik. Şimali Amerikanın çaylarına baxacaq. Şimali Amerikanın çaylarına gəldikdə isə Şimali Amerikanın çayları, əsas çayların adını çəkəcəmsə, ən uzunu Mississippi çayıdır. Mississippi çayının qolları Missouri, Arkansas, Ohio'dur. Sonra Mackenzie var, şimala doğru axır Beaufort'a tökülür. Mississippi isə Meksikaya tökülür. Beaufort'a Mackenzie çayı tökülür. Bering dənizindən Yukon çayı tökülür. Müqəddəs Lavrenti bax bu ərazidən başlayır tökülür körfəzə. Sonra Kolumbiya çayı var ki, Sakit okeana tökülür. Colorado çayı isə Kaliforniya körfəzinə tökülür. Nelson Churchill çayları var ki, bu da Hudson körfəzinə tökülür. Cənubi Amerikanın çaylarına gəldikdə isə dünyanın ən uzun bol sulu çayı Amazon çayıdır ki, Amazon çayı gördüyünüz kimi bu ərazidən axır. Ən uzun qolları isə Marañón, Ucayali cənubda yerləşir. Rio Negro isə şimaldan axan çaylarıdır. Sonra burada digər çaylardan Parana çayının adını çəkə biləcək ki, ən uzun qolu Uruguay və Paraguay hesab olunur. La Plata körfəzinə tökülür. Orinoco çayının adını çəkəcək ki, burada Atlantik okeanına tökülür. Tocantins çayı Atlantik okeanına tökülən çaylardan hesab olunur. Çaylar haqqında video izahımız bu qədər uşaqlar.